Və əmin olun ki, heç nəyi də yaddan çıxarmırıq, heç nəyi. Elə Ermənistanın ağır məğlubiyyətindən dərhal sonra İranın tez tələsik Hay məmləkətində konsulluq açmasını da, İranın İrəvandakı keçmiş səfiri Mehdi Söbhaninin Ermənistanın ərazi bütövlüyü İranın qırmızı cizgisidir ultimatumunu da, özü də o Ermənistanın ki, müsəlman məscidlərini donuz saxlamaqla bütün müsəlman dünyasını təhqir edirdi. Həmçinin İranın bir neçə dəfə sərhədlərimizin düz yaxınlığında hərbi təlimlər keçirməsini də, yaxud Molla rejiminin Azərbaycanlı dindarları dəfələrlə dövlət əleyhinə yönəltməyə çalışmasını da, eləcə də İranın hələ işğal dövründə Qarabağı necə narkotranzit zonaya çevirməsini də, ən nəhayət 3 il öncə Tehranda Azərbaycan səfirliyinə edilən hücumu da. Xatırladaq ki, həmin silahlı hücum nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına həyatını itirdi. Mühafizə xidmətinin daha 2 əməkdaşı isə yaralandı. Yəni, bütün bunlar sənin əməllərindir İran. Və Molla rejimi onu da yaxşı bilsin ki, Azərbaycan xalqı İran dövlətinin əlinin şəhidlərimizin qanına bulaşdığını heç zaman unutmayacaq.